İslam dini haqqında olan elmin adı elmi billahdır. Bu elm haqqında danışmazdan əvvəl bu elmin qədimdə tələblərini sizin nəzərə çatdırmaq istəyirəm. Çünki bu elm qədimdə hər bir insana deyilmirdi və yalnız ariflərə deyilir. Və bu elmin tələbləri haqqında belə deyilir. Göz görməyən, qulaq eşitməyən, ürəyə danmayan və hamıdan uca olan səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç. Deməli, bu təlim həmişə gizli saxlanılır. Və bu təlim bilavasitə batiniliyi ilə bağlıdır. Və batin elmi bildiyimiz kimi gizli elmdir və bu gün də heç kim qədim dinlərin batini mənalarını anlamır. Deməli, İslam dini bilavasitə elmi billahla bağlıdır. Elmi billah isə gizli elmdir, gizli təlimdir. Batin elmdir. Bildiyimiz kimi İmam Əli demişdir. Quran Fatihədən, Fatihə Bəsmələdən, Bəsmələ isə ba hərfindən ibarətdir. Mən isə ba hərfinin altında bir nöqtəyəm. Burada ba hərfi dedikdə bilavasitə billah nəzərdə tutulur. Billah sözünün mənası ba Allah deməkdir. Bizlərə bu vallah kimi də məlumdur. Bu rəmzin asmasını vermək üçün əvvəlcə Qurana müraciət edək. Quranda billah sözü aminu billah kimi qeyd olunur və iman gətirmək mənasındadır. Allaha iman mənasındadır. Deməli, Allaha iman zahiri mənadadır. Aminu billah sözünün batini mənada isə deməli mənası amon Allahın bar ruhuna iman gətirmək mənasındadır. Deməli, aminu billah əsl batini zahiri mənada amon Allahın bar ruhuna iman gətirmək deməkdir. Və bu bar ruhu nədir? Bunu bilmək üçün biz bəsmələyə təbii ki, müraciət etməliyik. Bildiyimiz kimi bəsmələ Rəhman və Rəhim Allahın adı ilədir. Deməli, elmi billah bəsmələ haqqında olan elmdir. Bəsmələ də əvvəldə və axırda gələn Allah mənasındadır. Əvvəldə gələn Allah burada Rəhman Allahdır. Rəhman Allah bütün pirlərin, seyidlərin, bəylərin ağası və Allahı gedir qədim Misir yazılarında. Bizlərdə gedir atabəylər kimi. Bu atabəylər ailəsi ilk yaradılmış insanlardır. Tövratda bunlar gedir özlərinin xüsusi səfadili olan ilk insanlar, ilk varlıqlar. Bu varlıqlar şərqdən gələrək Babildə, yəni Xaldeyada Babil qülləsi tikdilər. Xaldeya bizlərə Xelat atabəylər ailəsinin eli kimi məlumdur. Digər mənbələrdə bu Axlat kimi gedir və bu atabəylər Ərən şahlar nəsli kimi sayılır. Eyni zamanda Ərmən şahlar nəsli sayılır və Əhlat şahlar nəsli kimi sayılır. Bu atabəylər ailəsidir. Düşürsünüz, bu atabəylər ailəsinin digər adı Gilar bəyləridir. Bilavasitə ilk yaradılmışlar bu nə bəylər olmuşdur? Bu şahlar nəsli olmuşdur. Onlar şərqdən gələrək Babildə, deməli Xaldeyada Babil qülləsi tikirlər. Babilin başqa adı, başqa yazılış variantı batini mənada Alban şahlığı deməkdir. Burada ba ruhları artıq Benu kimidir, El Benu. Alban sözü El Benu deməkdir. Yəni Benu baş ölümsüz ruhlarının eli, göydəki ruhlar dünyası. Bunu bilavasitə Azəri pirlərinin cəddi əcdadı olan Rəhman Allah yaratmışdır. Amon Allah yaratmışdır. Başqa cür desək, Amonu billah yaratmışdır. Atabəylər Babil qülləsini tikdikdən sonra bu tikiliş sir qalsın deyə insanların vahid səfa dilindən 70 dil yaradıb onları dünyaya səpələdilər. Deməli, ilk dil, səfa dili Azəri pirlərinin özlərinin danışıq dili olub. Bu ilkin materiya ilə bağlı olan dildir, ilkin materiyanın dilidir. Bu ekstatik vəziyyətdə olan insanların dilidir. Bu dildən samitlər üstündə deməli 70 dil yaradıldı ki, insanlar bu haqda bilməsinlər. Bu sir kimi qalsın. Çünki o vaxtki insanlar avam insanlardır. Avam insanlara bunları çatdırmaq olmazdı. Avam insanlar ilkin materiya nədir, ilah nədir, Allah nədir, belə şeyləri bilmirlər. Və onlara bu sir kimi qalsın deyə vahid dildən 70 dil yaratdılar. Lakin bundan sonraki bütün yazılar bu 70 dildə yazıldı. Və onların yalnız bu vahid dili bilən insanlar o yazıların batini, əsl gizli mənalarını anlamaya başladılar. Deməli, bütün qədim yazılarda olan bütün deməli, rəvayətlər, nağıllar hamısı bir hadisəyə əsr olunub. Bu da bilavasitə Babil qülləsinin yaradılışına
və axirətdə onun dəyişdirilməsinə. Və bu rəmzlərlə yazıldığına görə insanlar bu haqda heç nə bilməyiblər. Əflatun dediyi kimi onlar haqqında ayrıca danışıblar. Düşünürsünüz? Başqa sözlə, bütün qədim yazılar iki mənada yazılır. Zahiri və batini mənada yazılır. Zahiri mənada bu 70 dildə danışan insanlar yazıblar və onların bütün qədim yazılarda yazılanlar bilavasitə zahiri mənadadır. Yalnız onun batini sirlərini bilən, yəni ilk insanların vahid səfa dilini bilən insan, arif, bu yazıların əsl mahiyyətini, yəni batini mənalarını dərk edir. Deməli, elmi billah, bəsmələ haqqında olan elmdir ki, bu da əvvəldə və axirətdə gələn Allahın əsl olmuş elm sayılır. Əvvəldə gələn Allah, deməli, Rəhman Allah, qədim Misir mətnlərində Ramon kimi qeyd olunur. Bu Allah ilkin materiyanın, yəni ilahın sirlərini dərk edərək, göydə ilahdan el, yəni el-ilah Allah yaratmışdır. Bu Allahın adı qədim Misir yazılarında Asiris Allah kimi də gedir, Atum Allah kimi də gedir və s. müxtəlif adlarla qeyd olunur. Asiris Allahı əvvəldə gələn kosmik Allahın obrazıdır, kosmik insan mənasındadır. Axirətdə bu Allah ölür və onun yerinə deməli, Asirisin oğlu Qor Allahı gəlir. Qədim Misir mətnlərində deməli, Misir fironların nəsli bilavasitə Qor nəsli sayılır. Qor fironların nəsli sayılır. Qor Allahın yolu ilə gedənlər, yəni göydə ölümsüzlük qazananlar nəsil kimi qeyd edilir. Görürsünüz? Deməli, əvvəldə gələn Allah deyəndə burada, deməli, Rəhman Allahın yaratdığı Asiris Allah, axirətdə gələn Allah isə Asirisin yerinə keçəcək Qor Allahdır. Və bu Qor Allah, Qor fironlar nəsli kimi qeyd edilir. Deməli, Qor fironlar nəsli, Qor yoluna gedənlər sayılır ki, İslamda Qor yoluna gedənlər Peyğəmbərimiz və onun əshabələrinin yoluna gedənlər kimi keçir. Bunlar Quranın deməli, batini mənasını bilənlərdir. Deməli, Tövratda bu Qor nəsli Aqarlılar kimi gedir, yəni Həzər nəsli kimi keçir, İsmaillər kimi keçir. Və mənbələrə görə də İslam dinini, yəni Ərəb xilafətini bilavasitə İsmaillər yaratmışlar. Xelat İsmaillər yaratmışlar. Buradakı xelat rəmzi deməli, Xaldiyə kimi qeyd olunur və bu xelat rəmzi bilavasitə Azərbaycan Atabəkli ailəsi ilə, Gilar bəyləri ilə tanınır. Deməli, İslam dinini, Ərəb xilafətini bilavasitə Gilar bəyləri yaratmışlar. Xelat Atabəklər ailəsi yaratmışlar. İsmaillər yaratmışlar. Və bunlar Tövratda Gilad İsmailləri kimi keçir. Midiyanın Gilad İsmailləri. Rəvayətlərdə İbrahim Peyğəmbərin Sara və Aqar adlı iki arvadı olur ki, bunlar da batini mənada əvvəldə və axırda gəlmiş Allahların obrazlarıdır. Sara burada Asiris Allahın mənasıdır. Bunlar əvvəldə gəlmiş Asiris Allahların nəslidir. Aqar isə, Həcər isə axirətdə gəlmiş Allahlara aiddir. Həcər nəslinə aiddir. Yəni İsmaillərə aiddir. Bu İsmaillər qeyd etdiyim kimi Tövratda Gelad İsmailləri sayılır. Midiyanın Gelad elinin İsmailləri sayılır. Bu İsmaillər deməli bütün dinlərin yaradıcılarıdır. İslam dinini bunlar yaratmışlar. Və Ərəb xilafəti dedikdə bilavasitə İsmaillərin dövləti nəzərdə tutulur. Bizlərə bu Qazar dövləti kimi məlumdur. Çünki Qazar sözünün Həcər sözü eyni mənadadır. Batini mənada bunlar eyni şeydir. Başqa sözlə İslam deməli Ərəb xilafətini bilavasitə İsmaillər yaradıblar. Və lakin bu İsmaillər yaratdıqda bunu əsas batini mənasını üstün tuturlar. Görürsünüz? Ona görə bu Qari nəslinin 7 qat dərin batini mənasını bilən nəsil sayılır. Bunlara İslamda natiqlər deyirlər. Natiq 7 qat dərin batini mənasını bilən deməkdir. Bunlar Qari, yəni Qor Allahının nəslidir. İslam iki yerə bölünür. İsmaili ilk yaradılmış, yəni yazıların batini mənasını əsas götürən İsmaililər və sonradan bu İsmaillərin yaratdığı İslam dini. Və bu da zahiri mənasını əsas götürən adi avam insanlar. Başqa sözlə, İslam dini iki hissədən ibarətdir. İsmaili dini, qədim mənbələrdə elə bu, ərəb mənbələrində elə bu, elə belə də gedir. Dini İsmailiyyə, dini batiniyyə, məzhəbi batiniyyə, məzhəbi İsmailiyyə, məzhəbi batiniyyə və nizariyyə. Bunlar ilk yaradılmış insanların, deməli, İslam dininin ilk variantının, deməli, batini mənalarına görədir.
Düşürsüz. Quran yazılanda iki mənalı yazılır. İsmaillər üçün, yəni Quran deməli batini mənasını bilənlər üçün batini məna əsas götürülür. Avam insanlar üçün bunun zahiri mənası əsas götürülür. Bu artıq İslam dini sayılır. Başa düşürsünüz? İslam dini iki hissədən ibarətdir. İsmail dini, din İsmailiyyə, bir də İslam dini. İsmailiyyə dini Quranın batini mənası üçündür. Bu ariflərin elmidir. Bu elmi billahdır. Bilavasitə batini məna bilənlər üçündür. Bir avam insanlar üçünsə İslam dinidir. İslam sözü Tövratda göydəki Səlim şahlığının adıdır və o Səlim şahlığını aparan Yaqub Peyğəmbərin sulan pilləkənidir. Yəni insan öləndən sonra bu pilləkən vasitəsilə göydəki İslam cənnətinə düşür. İslam göydəki dünyanın adıdır. Həqiqətdə bu dinin adı deyil. Dinin adı dini İsmailiyyə, dini batiniyyə, dini deməli şiə batiniyyə. Budur əsas İsmail dinin adı. Və burada əsas məsələ batini mənadır. Başa düşürsünüz? İslam dininin zahiri mənası nağıldır. Əsas batini mənadır. Və bu dini də İsmaillərin dinidir. İsmail natiqlərinin dinidir. Başa düşürsünüz? Qari sözü eyni zamanda Quran deməkdir. Quran qərə kimi qeyd olunur. Bu da Qur Allahın mənasındadır. Yəni Qari mənasındadır. Qari İsmaillərin mənasındadır. Bunlar bütün dinlərin, bütün fəlsəfələrin, bütün tarixlərin, hər şeyin deməli 7 qat dərin batini mənaları dərk edənlərdir. Çünki bunlar ilk insanlardır. İlk insanların qeyd etdiyim kimi özlərinin xüsusi dili olub. Səfa dili gedir Tövratda bu. Bizlərə sufizm kimi məlumdur. Bu səfa dili bilavasitə bu nəslə aiddir. Qor Allahının yolunu gedənlər Qari nəslinə, Gilar bəylərinə aiddir. Avropada Gilar bəylərini quş dili bilən Gilar doğulları adlandırırlar. Quş dili də bu demək elmi billahın başqa bir adıdır. İsmail bu Süleyman peyğəmbərə verilmiş quş dili bu elmi billahın başqa adıdır. Başa düşürsünüz? Bu ancaq Azərilərə, Azəri pirbəylərinə, seyidlərinə aiddir. Qeyd etdiyim kimi Ərəb xilafətini İsmaililər, Azəri pirləri, seyid bəyləri Azərbaycanda yaradıblar. Onlar göydə ilkin materiyadan, ilahdan səhra yaradıblar. Deməli bu Əhd-i-Ətiqdə gedir Faran səhrası. İranda gedir Farna çölləyi, Farna enerjisi. Faran, Farna, Firon bunlar eyni rəmzlərdir. Efir deməkdir. İlkin materiya, ilah deməkdir. Başa düşürsünüz? Azəri pirləri göydə Ərəb səhrası yaradıblar. Ərəb sözü Yunan mənbələrində də xaos mənasındadır. İlkin materiyanın təbii vəziyyəti mənasındadır. Mənbələrdə də eradan əvvəl 7-ci əsrdə Midiya ərazisində Şərqin ərəblərinin ölkəsinin adı çəkilir. Bu Azəri pirlərinin, seyidlərinin ölkəsidir. Bu Alban şahlığının digər adıdır. Mənbələrdə deməli İslam deməli İsmailiyyə dini, İsmailiyyə Şərq ölkəsi sayılır, Ərəb ölkəsi Şərq ölkəsi sayılır. Şərq ölkəsi də qədim digər mənbələrdə, Alman mənbələrində bilavasitə Albaniyaya aid edilir. Başqa sözlə, Şərq ölkəsi Ərəb xilafətinin, əsl Ərəb xilafəti elə Albaniya ölkəsidir. Və bunu Alman ərənşahları nəsli yaradıb. Gilar bəylər yaradıb. Gel oğullar yaradıb. Azəri pirləri, seyidləri yaradıb. Bunun indiki ərəblərə aidiyyəti yoxdur. Və bu dünyada heç bir ərəb, heç bir yahudi, heç kim qədim yazıların batini mənasını dərk edə bilməz. Çünki bu dil yalnız bir nəslə verilir. Bu bir nəslin ürəyinə verilir. Bu insanlar Allahla bağlı insanlardır. Ona görə onlara deyirlər Allahın seçilmişləri. Allah onları özünə qulluq üçün seçib, yaradıb. Və onların ürəyinə xüsusi enerji verib, elm verib ki, o onun yazılarını dərk eləsin. Başa düşürsünüz? Bu bizimdir, Azəri pirləridir, Gilar bəyləridir, Gel oğullardır, Xelat Atabəkləri ailəsidir, Ərənşahların nəslidir, Alban Ərənşahların nəslidir, Ərmən şahların nəslidir. İndiki Ərmən, ümumiyyətlə qədim mənbələrdə Ərmən sözünün indiki adi insanlara heç bir aidiyyəti yoxdur. Allah Azəri bəylərini, seyid bəylərini ölümsüz yaradıb. Ölümsüz pirlər yaradıb, göy insanları kimi yaradıb, göy türkləri kimi yaradıb. Adi ölümlü insanları bunlar öz əlləri ilə yaradıb. Yəni indiki ermənilər adi insandır. Bunların Azəri pirlərinin tarixinə, keçmişinə, Alban şahlığına heç bir aidiyyəti yoxdur. Çünki qədim mülklərə görə
adi insanlar yazılarda layiq deyirlər qeyd olunmağa. Bütün qədim yazıların batini mənası bilavasitə ilk insanlar olan Azəri pirlərinin tarixi, fəlsəfəsi dininə aiddir. Bütün tarix, bütün fəlsəfələr, dinlər bilavasitə onlara həsr olunub. Siz elə bilirsiniz ki, əgər mənbələrdə tutalım, hansısa müharibədən gedirsə söhbət və o ölkədə, o ərazidə olmuş davadan söhbət gedir. Xeyr, bütün qədim yazılar iki mənalı yazılıb. Və ikinci məna əvvəldə və axırda gəlmiş Allaha aiddir, bəsməliyə aiddir. Bu elmi billaha aiddir. Başa düşürsünüz? Şah İsmail Xətai qəbul olunub ki, 15-ci əsrdə olub, o müharibə dava edib Sultan Səlimlə və s. Şah İsmail Xətainin əvvəla bilmək lazımdır ki, döyüşçüləri mülhidlər sayılır. Mülhid mələkdir. Bu insan deyil. Şah İsmail eyni zamanda pirlər sayılır. Pir Şahim deyirlər ona. Pirim deyirlər ona. Şah İsmail mənbələrdə adam yiyən sayılır. Adam yiyənlər gedir. Bunu qəbul etsin, eləməsə də mənbədə bu var. Buna izah lazımdır. Bu isə elə ölüm mələkləri deməkdir. Əzraillər deməkdir. Asasinlər deməkdir. Başa düşürsünüz? Şah İsmail axirətdə gələcək Allahın obrazıdır. Asiris Allahın obrazıdır. Onu 14 ölkə fəth edir, 14 ildə. 14 rəmzdir. Azər Allahın 14 hissəyə parçalanıb. Və onu Şah İsmail Xətai axirətdə gələcək Allahın obrazı birləşdirir. Başa düşürsünüz? Azər Allah axirətdə dirilir. Qor Allah, yəni Qor Fironlar nəsli onu dirildir. Və bu Şah İsmail obrazdır. Bu mələklərin, Allahların obrazıdır. Axirətdə gələcək Mehdinin obrazıdır. Başa düşürsünüz? Bütün qədim, deməli, bilmək lazımdır, qədim müdriklərə görə yazılar ümumi adlarla yazılır. Lakin o dövrdə yazılan, o olacaq şahların adıyla yazılır. Bu Allahın əvvəldə yazılmış deməli tarixidir. Allah özü əvvəldən xüsusi təsir edir ki, tərtib edir ki, bu adamın adı məsələn İsmail sayılır. Lakin o dövrdəki İsmail heç bir müharibə aparmayıb. Sadəcə onun adıyla Allah haqqında elm yazılıb. Görürsünüz? Bu batin elmidir, elmi billahdır. Yəni, sən əgər Allahın tarixini öyrənmək istəyirsənsə, axirətlə bağlı öyrənmək istəyirsən, sən Şah İsmail tarixini öyrənməlisən. Çünki onun mülhidləri gəlib axirətdə haqq ədalət məhkəməsi olur. O axirətdə gələcək Allahın obrazıdır. Çox təəssüf ki, bu batin elmidir, çox dərin elmidir. Bunu insanlara birbaşa izah eləmək çətindir. İnsanlarımız da o qədər avam insanlardır ki, belə şeylər dərk eləmirlər. Onlar elə bilir ki, biz o qədər cahil olmuşuq ki, Ərəbistan səhrəsindən bir ərəb gəlib və biz onu o dəqiqə Peyğəmbər kimi qəbul eləmişik. Adi məntiq, riyazi məntiq var ki, kərtənkələ ətinin delikates sayıldığı Ərəb səhrasında mədəniyyət ola bilməz. Ay kişi, bunu dərk eləmək lazımdır. Səhrada mədəniyyət ola bilməz. Ərəb mədəniyyəti nəhəng bir elmdir, mədəniyyətdir. Bunu pirlər, seyidlər yaradır. Və bu pirlər, seyidlər elə qədim Misir Allahlarının nəslidir. Yəni bu yerdən birdən-birə göbələk kimi çıxmayıb. Bu böyük bir elm, 5500 illik tarixdir. Bu 5500 illik tarixi yazan Azəri pirlərinin elmidir. Siz avam insanlar kimi özünüzü aparmayın. Oturun, diqqətlə oxuyun, mənasını başa düşün. Məsələn, Suitini oxuyun. Suitidə görür, söhbət ölüm şahlığından gedir. Və oradakı yeri, ərazini göstərəndə deyir ki, burada ölənlərin ruhu burada yığılır, dilə qalanların ruhu burada. Bu ölən ruhun əgər orada yığılırsa, deməli bu göydəki dünyada söhbət gedirlər. Bunu başa düşmək nə var ki? Çox təəssüf, insanlarımız o qədər avam, o qədər cahildir ki, oxuduğunu dərk eləmirlər. Bu çox böyük faciədir. Və mən bütün bunlar haqqında hamısını, bütün bu sirləri açıb, mənə dedikdə əvvəldə və axırda gələn Allah mənasında Allah başa düşülməlidir. Və bunlar da bilavasitə aman Allahın var ruhudur. O yaradılışda yaradır, sonra axırda yerə inir insan bədənində. Bütün sirləri açır. Budur bəsmələnin əsl mənası. Budur elmi billahın əsas mənası. Xristiyanlıqda da Allah əvvəldə və axırda gələn Allah bölünür. Bütün qədim yazılarda Allah iki yerə bölünür. Bütün qədim yazılar iki hissədən ibarətdir. Bütün qədim yazılarda tarix iki yerə bölünür. Əvvəldə yaranmış Amon Allahın dünyada gördüyü işlərin tarixi,
onun fəlsəfəsi, onun dini, bir də axirətdə gələcək Allah, onun fəlsəfəsi, onun dini, onun tarixi. Axirətdə gələcək Allahın tarixi hələ yazılmamışdır. Bundan sonra yazılacaq. O gələndən sonra yazılacaq. Və o yazılan, o mənbələrdə o bilavasitə onun tərəfdarları şiələr olacaq. Bugün şiə dedikdə bütün İslam o bizim İran, Azərbaycanda yaşayan şiə nəzərdə tutulur. Ancaq xeyr. Mənbələrdə şiə dedikdə bilavasitə axirətdə gələcək Mehdi və onun tərəfdarları olacaq. Kim ki onun tərəfdarı olacaq, onlar şiə adlanacaq və onlar cənnətdə onlara xüsusi yer veriləcək. Düşürsüz? Başqa sözlə, bəsmələ əvvəldə gələn Allahın tarixi və axirətdə gələn Allahın tarixidir. Əvvəldə gələn deməli sünnilər sayılır. Bu sünnə dedikdə sünni şahzadələri mənasındadır. Qul Allahın yoluna gedənləri mənasındadır. Sünni şahzadələri deməkdir. Bunlara xunlar da deyirlər, hunlar da deyirlər. Sünni ilk bunlar Qul Allahın yoluna gedənlərdir. Əvvəldə gələnlər, Qul Allahın yolu ilə gedənlər. Yəni deməli peyğəmbərimiz və onun əshabələrinin yolu ilə gedənlərdir. Axirətdə gələcək Mehdinin dalı da duranlar olacaq. Bunlar isə şiələr olacaq. Və bu hələ gəlməmişdir. Ona görə bugün əsl şiə yoxdur. Əsl şiə onun tərəfdarlarıdır. Bugün əsl şiə sayılacaq insanlar deməli ölən Allaha həsr olunmuş aşura mərasimində zəncir vuranlar sayılır ki, bunlar gəlməsə də, Mehdi gəlməsə də, ona inanmasalar da Allaha o qədər inanırlar ki, onun yolunda zəncir vururlar. Bu insanlar körtəbii inananlardır və bunlar şiə sayıla bilər. Lakin əgər onlar axirətdə də deməli o Mehdinin yolunu geçsələr, ona da ilk iman gətirsələr, onlar deməli şiə sayılacaqlar. Başa düşürsüz? Şiəlik, sünnilik budur. Əvvəldə gələn Allahın tərəfdarları sünnilər, sünni şahzadələri, Azərbaycanın sünni yeri kimi gedir mənbələrdə, digər mənbələrdə bu Gelar günü kimi gedir, Gelar Atabəklər ailəsi kimi gedir, Gelar Atabəklər ailəsi kimi gedir. Bunun ardıcılları sayılır sünnilər. Axirətdə isə şiələr, axirətdə gələcək Mehdinin tərəfdarları olacaqlar. Budur elmi billah, elmi bismillah. Elmi billah eyni zamanda elmi bismillah deməkdir. Budur əvvəldə və axırda gələn Allahın elmi.